Hər kəs bu günləri bilir ki, Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Allah şəhidimizin ruhunu şad eləsin. Mübariz İbrahimovla bağlı danışmaq istəyirəm. Şəhid olduğu gündən bir gün, 2 gün belə müddət keçmişdi. Biz Lənkəranda olan televiziya əməkdaşları o zamanlar ANS, ATV-dən İlkin Rızayev, ANS-dən Esmira İsmailova, Teoman Mehmanoğlu, İctimai Televiziyadan Elmar Əbilov, Ramin Nuriyev, bir də mən. Biz bir neçə Lənkəranlı ilə, Lənkərandan olan qardaşlarla biz getdik Mübariz İbrahimovun evinə. Hələ heç bir kəs, heç kim ümumiyyətlə Mübariz İbrahimovla bağlı heç bir məlumatı yox idi. Sadəcə olaraq Mübariz İbrahimovun şəhid olduğu xəbər 30-35 saniyəlik efirdə getmişdi. Belə bir hadisə baş verib və Mübariz İbrahimov, gizli Mübariz İbrahimov şəhid olub. Amma evinə ilk televiziya gedən və birinci Ağakərim dayını, Allah onun da ruhunu şad eləsin, onu danışdıran, indi görüntüləri ki görürsünüz, o Ağakərim dayının Mübarizlə bağlı danışdığı ilk müsahibədir və o ilk müsahibəni alan televiziya əməkdaşlarından biri də, yəni paylaşdığım bu görüntülərdə mənə məxsusdur. İlk müsahibə də Ağakərim dayının Mübarizlə bağlı bu olub. Yəni o müsahibədən sonra yəni Mübariz İbrahimovun necə şəhid olduğu, necə xidmət etdiyi və məktub necə yazıldığı həmin xəbərdən sonra bütün Azərbaycan xalqı bildi. Həmin çəkilişə gedən vaxtı düzdür, zəng edib demişlər ki, getməyin, çəkməyin, hələ bilinmir nə məsələdir. O ateşkəs vaxtı bu işi görüb, hələ bilinmir nə nəticə olacaq, amma yəni biz ora getdik və o xəbəri hazırladıq və o xəbər bütün televiziyalarda, eləcə də mənim çalışdığım televiziyada yayımlandı, efirə getdi. İlk o xəbəri verən televiziya əməkdaşlarından biri də mən olmuşam ki, Mübariz İbrahimovun hansı döyüş yolunu keçib şəhid oldu, necə şəhid olduğu xəbərini verən, hansı qəhrəmanlıqla o döyüş yolunu keçib, o düşmən təmas xəttini keçib, düşmənin səngərinə girib və orada da öz döyüş tapşırığını, özünün hazırladığı döyüş tapşırığı icra edib. Allah Mübariz İbrahimovun və eləcə də vətən üçün canından keçən hər bir şəhidimizin ruhunu şad eləsin. Biz bu günləri nəfəs alırıqsa, bu günləri bu torpaqda gəziriksə, yeriyiriksə, bu havanı uduruqsa Azərbaycanda, bizim borcumuz bizim şəhidlərimizədir. Çünki onların qanı bağısında bu torpaq ayaqda dik durub, bu vətən ayaq üstədir, bu el, bu oba. Və bizim də borcumuz ondan ibarətdir ki, bir vətəndaş olaraq, vətənin daşı olaraq həmişə onları xatırlayaq, yadımızda çarpmayaq, unutmayaq və həmişə qəhrəmanlarımızla fəxr edək, qəhrəmanlarımızı tanıdaq, onlarla qürur duyaq. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, ruhun şad olsun Mübariz Ağakərimoğlu İbrahimov.